Bugünkü mövzumuz yassı qurtlar tipi olacaq. Yassı qurtlar tipi gəlin baxaq görək. İlk dəfə yassı qurtlar tipində nələr əmələ gəlmişdi? Deməli, ilk dəfə yassı qurtlarda ün və orta bağırsaq yarandı. Bədənin qarın hissəsi meydana gəldi. Orqan və orqanlar sistemi yarandı. Daha sonra deyə bilərik düyünlü sinir sistemi yarandı. Sidik qovuqcuğu yarandı. Dəri əzələ kisəsi yarandı. Məsələn, bağırsaq boşluqları keçəndə demişdik ki, onlarda dəri əzələ kisəsi yoxdur. Dəri əzələ hüceyrəsi vardır. Amma bunlarda ilk dəfə dəri əzələ kisəsi yarandı, biz deyirik. Mezoderma qatı, üçüncü rüşeym qatı olan mezoderma qatı yarandı. İlk dəfə iki tərəfli simmetriya yarandı. Daha sonra, indi gəlin görək, bunlar ilk dəfə yarananlardır. Bunları mütləq bir yerə qeyd edirsiniz. Bəs yassı qurtlar tipinin xarakteri xüsusiyyətləri hansılardır? Ümumiyyətlə, yassı qurtlar tipində bədən boşluqları yoxdur. Məsələn, bağırsaq boşluqlar tipində biz dedik ki, bağırsaq boşluğu var. Amma bunlarda ümumiyyətlə boşluq yoxdur. Bunlarda daxili orqan yumşaq toxumu olan parenxima ilə örtülüdür. Bir kənara qeyd edin, parenxima ehtiyat qida mənbəyi rolunu oynayır və daxili orqanları zədələnmədən qoruyur. Bunlarda qan damar sistemi və deməli tənəffüs sistemi yoxdur. Bəziləri burada qeyd olunubdur. Deməli, qan damar sistemi və tənəffüs sistemi yoxdur. Həzm sistemi sadə quruluşdadır. Bayaq da qeyd etdiyim kimi, ön və orta bağırsaq ilk dəfə bunlarda əmələ gəlibdir və kör qurtarır. Yassı qurtlar tipinə aid olan heyvanların hamısı hermafroditdir. Hermafrodit nə deməkdir? Yəni, hermafrodit heyvanlarda həm erkək fərd, həm də dişi fərd canlının üzərində olur. Məsələn, ayrı cinsiyyətlidə erkək və dişi fərd ayrı olurdusa, bunlarda bir fərdin içərisində həm dişi, həm də erkək cinsiyyət orqanlarına rast gəlinir. Belə heyvanlara biz hermafrodit heyvanlar deyirik. Və bunlarda nəsil növbələşməsi əksəriyyətində mövcuddur. Dənizlərdə, şirin sularda, torpaqda yaşayır. Bəziləri isə parazit həyat tərzi keçirirlər. İnsanlarda və heyvanlarda müxtəlif xəstəliklər törədirlər. Bir-bir hamısını inşallah öyrənəcəyik. Gəlin baxaq görək. Deməli, bir də bayaq yadımdan çıxdı qeyd eləmək. Bunlarda ilk dəfə ifrazat sistemi də sadə quruluşlu olan proteinefridial tipli ifrazat sistemi də yaranmışdı. İndi yassı qurtlar tipinin hansı sinifləri var? Deməli, onlara baxırıq. Yassı qurtlar tipinin 3 dənə sinifi var. Hansılardır? Bunlar kirpikli qurtlar, sorucu qurtlar, bir də ki, lent şəkilli qurtlar sinifi biz deyirik. Və hər bir sinifi ayrı-ayrılıqda öyrənəcəyik. Bu günləri izah eləyəcəyim siniflər kirpikli qurtlar sinifi və sorucu qurtlar sinifi olacaq. Kirpikli qurtlar sinifinə Axplanari misalında öyrənəcəyik kirpikli qurtlar sinifini. Gəlin indi baxaq. Kirpikli bu Axplanariyə baxanda görünüş olaraq burada sizə Axplanarini göstəriblər. Yırtıcı həyat tərzi keçirir Axplanari. Bədəni uzunsovdur, kirpiklərlə örtülüdür. İndi bu şəkildə kirpikli epitellə örtüldüyü görünmür, amma bu şəkildə biz görəcəyik həmin kirpikli epitelini. Deməli, uzunluğu təxminən 1,5-3 cm-dir. Bədənin ön hissəsində 2 ədəd lamicə çıxıntısı var və 2 ədəd gözləri var və burada göstərilibdir lamicə çıxıntıları və burada da 2 ədəd deməli gözləri vardır. Şirin su hövzələrində yaşayır və rəngi ağımtıl rəngdədir. Bədən örtüyü necədir? Bədən örtüyü xaricdən bir qatlı epitel ilə örtülüdür. Yəni bu epitel də belə deyək, kirpikli epiteldir. Burada yaxşı görünmür. Baxın, bu hissələrdə çoxlu sayda kirpikləri var və kirpikli epiteldən həm eninə kəsiyi burada, həm də uzununa kəsiyi təsvir olunubdur. Sadəcə bu şəkil biraz belə deyək, tünd olunduğu üçün biz o kirpikləri müşahidə edə bilmirik. Amma öz kitabınıza diqqətlə baxsaz, həm sinif kitabında, həm güvən kitabında siz o hissələri görə bilərsiniz. Bunlarda dedik kirpikli epitellə örtülübdür. Epitelin altında həlqəvi, onun isə altında uzunlu əzəllər var. Bundan əlavə deməli planari ümumiyyətlə bədəni yastıdır və bu yastı olmasına səbəb planarinin bel qarın istiqamətində bel qarın əzələləri olmasıdır ki, o bədənin belə deyək də bel qarın istiqamətində yastılaşmasını təmin edir. Daha sonra həzm sistemi verilib. Gəlin görək həzm sistemində nələrdən danışırıq. Planarinin ağzı bədənin orta hissəsində yerləşir. İstəyirsiniz növbəti mən səhifəyə keçim, onun üzərindən göstərəcəm çünki sizə. Deməli, burada hər bir elə bil ki, sistem göstərilibdir. Gəlin həzm sisteminə baxaq burada.
Həzm sistemi burada göstərilibdir. Ümumiyyətlə planarinin ağzı bədənin orta hissəsində yerləşir və orta hissəsində yerləşdiyi üçün planaridə biz deyirik ki, 3 bağırsaq şaxəsi var. Biri önə gedir, bağırsaq şaxələrinin ikisi arxaya gedir. O deməli həmçinin planaridə udlaq da vardır. Məsələn, qidalanan zaman udlaq ağızdan xaricə çıxa bilir və xaricə yəni şikara sancılır. Daha sonra udlaqdan qida kör qurtaran bağırsağa ötürülür. Bağırsaq neçə şaxəli oldu? 3 şaxəli oldu. Biri önə getdi, ikisi arxaya getdi. Niyə bağırsaq 3 şaxəli oldu? Ona görə ki, onun ağzı bədənin orta hissəsində yerləşdi. Daha sonra bəs həzm olunmayan qida qalıqları necə xaric olundu? Eynən hidrada olduğu kimi biz hidrada da qeyd eləmişdik ki, qida ağızdan daxil olur və həzm olunmayan qida qalıqları da ağızdan xaric olur. Eynən planaridə də eyni vəziyyətdir. Qida ağızdan daxil olur və həzm olunmayan qida qalıqları da ağızdan xaric olur. Ona görə də qida burada iki istiqamətdə olur. Yəni bir dəfə ağıza daxil oldu qida, sonra bir dəfə də yenə də həzm olunmayanlar ağız vasitəsilə xaric oldu. Deməli, iki istiqamətlə biz burada həzm sistemində istiqamət görürük. Amma məsələn, bundan sonraki keçdiyimiz heyvanlarda hansında ki, məsələn, anal dəliyi yaranacaq, artıq orada biz bir istiqamətli həzm sistemini görəcəyik. Tənəffüs sistemi, axplanarın xüsusi bir tənəffüs orqanı yoxdur. Suda həll olunmuş oksigenlə bütün bədən səthi ilə deməli tənəffüs edir. İfrazat sistemi necədir? Bax, burada ifrazat sisteminin şəkli göstərilibdir. İfrazat sistemi bayaq qeyd elədiyim kimi ilk dəfə əmələ gəlib bunlarda protonefridial tipdədir. Axplanaridə bədənin ön hissəsində deməli nə görürük? 2 dənə ifrazat borucuğu görürük və ulduz şəkilli hüceyrələr, daha sonra çoxlu sayda kanalcıqlar görürük ki, həmin o 2 dənə ifrazat borucuğuna açılır həmin kanalcıqlar. Və hər bir kanal da ayrı-ayrılıqda bədəndən xaric olunur ki, bu ifrazat sisteminə biz protonefridial deyirik. Gəlin bir daha qeyd edelim. Deməli, ulduz şəkilli hüceyrələr var. Bu ulduz şəkilli hüceyrələr çoxlu sayda kanalcıqlardan ibarətdir. Həmin bu kanalcıqlar bədənin yanları ilə, bax görürsünüz, 2 dənə uzanan ifrazat borucuq var. Həmin borucuğa açılır və bunlar da hər biri ayrı-ayrılıqda, məsələn bu buradan, bu da buradan ayrı-ayrılıqda xaricə açılaraq ifrazat məhsullarını xaric edirlər və bu ifrazat sistemində protonefrid adlanır. Sonra keçək sinir sisteminə. Sinir sistemində şəkli burada qeyd olunubdur. Sinir sistemi bədənin ön hissəsində 2 ədəd sinir düyünü var. Baxın, bu hissədədir. 2 ədəd sinir düyünü var və ondan uzanan 2 ədəd sinir sütunu var ki, bunlar da biz deyirik ki, eninə, baxın belə sinir atmaları ilə bir-birinə birləşmiş olur. Çoxalması necədir? Mütləq bundan sonra keçəcəyimiz heyvanların hamısını deməli, neçə yumurtalığı, neçə toxumluğu var mütləq öyrənməlisiniz. Çünki testlərə hətta qəbula da düşür. Ona görə bilməyiniz mütləqdir. Bayaq da qeyd elədiyimiz kimi bunlar hermafrodit heyvanlardır və bədənin ön hissəsində oval şəkilli bir cüt yumurtalıq, yəni 2 ədəd yumurtalığı var və bədən boyunca yerləşən qovuq şəkilli çoxlu sayda toxumluğu var. Bunlar ümumi belə deyək də mayalanırlar. Mayalanandan sonra mayalanmış yumurtalar xaricə tək-tək qoyulmur. Ümumi qabıqla əhatə olunmuş topalar şəklində qoyulur. Şəklə diqqət eləsəz, 2 dənə yumurtalığı və bu hissədə çoxlu sayda toxumluğu müşahidə edə bilərsiniz. Regenerasiya. Planarda regenerasiya qabiliyyəti var və biz də bundan öncəki dərsdə keçdik ki, bağırsaq boşluqlar tipində ilk dəfə regenerasiya əmələ gəlmişdi və regenerasiya da bədənin itirilmiş hissəsinin bərpa olunmasıdır. Deməli, bura qədər biz axplanaridən danışdıq. Axplanarinin hansı sistemləri varsa onları qeyd elədik. Ümumi bədən quruluşu, harada yaşayır, bunlara toxunduq. İndi keçirik yastı qurdlar tipinin növbəti sinifi olan sorucu qurdlar sinifinə və bunu da qaraciyər sorucusunun misalında öyrənəcəyik. Qaraciyər sorucusu. Qaraciyər sorucusu, deməli, sorucu qurdlar sinifinə aid olan nümayəndələrdən biridir. Xarici görünüşünə baxdıqda qaraciyər sorucusunun, yaxınlaşdırım, deməli, xarici görünüşü yarpaq şəklindədir və bel qarın istiqamətində yastılaşıbdır. Axplanardan fərqli olaraq bunun bədəni kirpiksiz epiteli ilə örtülüdür. Bayaq qeyd elədik ki, axplanarın bədəni kirpikli epiteli ilə örtülüdür və şəkli diqqət eləsəz, bədənin ön hissəsində ağız sormacı, qarın hissəsində isə bu hissədə də qarın sormacı yerləşir.
Ağız sormacı həm yapışmağa, həm qidalanmağa, qarın sormacı isə yalnız yapışmağa xidmət edir. Və qaraciyər sorusu parazit olub, adından da bəllidir, qaraciyərdə yaşayır və parazitlik edir qaraciyərdə. İndi əsas sahibi, aralıq sahibi mütləq bunları öyrənməlisiniz. Əsas sahibinin bədəninə necə daxil olur, necə xaric olur, aralıq sahibinin bədəninə necə daxil olur, necə xaric olur, mütləq bunları bilməyiniz lazımdır. Deməli, qaraciyər sorusu əsas sahibi insan və onurğalı heyvanlardır. Aralıq sahibi isə kiçik gölməçə ilbizidir. Həzm sisteminə baxanda bayaq qeyd elədik ki, ağız sormacı vardır ki, həm qidalanmağa, həm yapışmağa xidmət edir. Ona görə də qida ağızdan udlağa və bütün bədən boyu şaxələnən bağırsağa deməli şaxələnmiş olur. Axplanerdən fərqli olaraq qaraciyər sorusunun bağırsaq şaxəsi 2 ədəddir. Çünki ağız bədənin ön hissəsində yerləşir buna görə və qaraciyərdə yaşayaraq həm qanla, həm də ki qaraciyər hüceyrəsi ilə qidalanmış olur. Anaerob mühitdə yaşayır, yəni oksigensiz mühitdə yaşadığı üçün tənəffüs sistemi yoxdur və qlikoliz mərhələsində əmələ gələn enerjidən istifadə edir. İnşallah qlikoliz mərhələsi, oksigenli mərhələ, hazırlıq mərhələsi, bunu biz ümumi biologiyada daha dərindən keçəcəyik. İfrazat sistemi axplanarda olduğu kimi protein nefridial tipdədir, lakin bir dənə fərqi var. Bunlarda planaridə 2 ifrazat borcuğu var idi, onlar ayrı-ayrı dəlikdən xaric olunurdu. Lakin qaraciyər sorusunda ilk dəfə sidik qovuqcuğu əmələ gəlmişdi və həmin o ümumi borcuqlar sidik qovuqcuğuna açılır və buradan tək dəliklə, tək axarla xaricə açılmış olur. Sinir sistemi necədir? Mən bunları müqayisəli şəkildə axplanarinin sinir sistemi ilə müqayisəli şəkildə deyəcəm ümumiyyətlə bütün orqanlarını. Ona görə sizdən də elə soruşacağam. Sinir sistemi, planarinin sinir sistemində biz dedik 2 dənə sinir düyünü, 2 dənə sinir sütunu və enli atmalarla birləşmiş olurdu. Amma qaraciyər sorusunun sinir sistemi bir cüt sinir düyünündən və 3 cüt sinir sütunundan ibarətdir. Bunlarda ümumiyyətlə parazit olduğu üçün xüsusi bir hiss orqanları yoxdur. Əsas çoxalması və inkişafı da mütləq bu hissəyə diqqət edirsiniz. Deməli, qaraciyər sorusu hermafroditdir. Hermafrodit olsa da yadınızda saxlayın, mayalanma. Məsələn, bəzi heyvanlarda biz deyirdik ki, hermafroditdə mayalanma çarpaz gedir. Lakin sorucu və lençəkilli qurdlarda hermafrodit olsa da mayalanma çarpaz getmir. Deməli, bayaq qeyd elədik əsas və aralıq sahibi. Bunlarda axplanarda biz dedik ki, 2 dənə yumurtalıq çoxlu sayda toxumluq var. Qaraciyər sorucunda isə 1 yumurtalıq, 2 ədəd toxumluq olur. Mütləq bunları da əzbər bilməlisiniz. Deməli, necə baş verir? Həmişə yadınızda saxlayın ki, əsas sahibdən yumurta çıxır və yumurtalar xaricə düşür. Xaricə düşmüş yumurtaların inkişafı üçün mütləq suya düşməsi lazımdır və suya düşmüş yumurtalardan kirpikli sürfə çıxır. Bir dənə o hissəni mən şəkli sizin üçün açım. Deməli, bu hissədə görürük ki, deməli, əsas sahibdən nə çıxdı? Yumurta çıxdı. Xaricə düşmüş yumurtanın inkişafı üçün mütləq hara düşməsi lazımdır? Suya düşməsi lazımdır. Və suda əlverişli şəraitdə yumurtadan burada gördüyümüz kirpikli sürfə çıxır. Və kirpikli sürfə kirpiklərin sayəsində fəal üzə bilir. Daha sonra deməli həmin bu sürfə ilbizə rast gələndə keçir ilbizin bədəninə. Və ilbizin bədənində kirpiklərini itirərək başlayır çoxalmağa və quyruqlu sürfəyə çevrilir. Yadınızda saxlayın, həm kirpikli sürfə, həm quyruqlu sürfə qidalanmır. Və quyruqlu sürfə burada çoxalandan sonra çıxır ilbizin bədənindən. Görürsünüz, bu hissədə quyruqlu sürfə və quyruqlu sürfədə biz 2 dənə sormac görürük və belə deyək də, testlərə bəlkə sizə düşər. Çünki dərsin içərisində qeyd olunmayıb, amma şəkildən deməli biz görə bilirik ki, burada 2 ədəd sormacın izi var və quyruqlu sürfə quyruğun sayəsində fəal hərəkətlidir və quyruqlu sürfədə qidalanmır. İstər kirpikli sürfə olsun, istər quyruqlu sürfə olsun, bunlar bu mərhələdə, yəni sürfə mərhələsində qidalanmırlar. Deməli, quyruqlu sürfə gedir bitkilərə yapışır və quyruqlu sürfə çevrilir, quyruğunu itirərək sistaya. Və sista, və bu hissədə sistanı görürsünüz, mal-qara gəlib həmin gölməçə suyundan su içdikdə, sista su vasitəsilə gedir mal-qaranın həzm sisteminə düşür. Və həzm sistemində örtüyü əriyir və cavan sorucular qana gedərək, qana keçərək gedir hara? Qaraciyərə.
və qaraciyərdə artıq əsas belə deyək də yetkin fərdə çevrilir və qaraciyər sorusunu törətdiyi xəstəlik fasilyoz adlanır. Mütləq xəstəlikləri bilməlisiniz, çünki xəstəliklər düşür. Deməli, əsas sahibin bədəninə necə daxil oldu, necə xaric oldu? Əsas sahibin mal-qaraydı. Sist halında daxil oldu, yumurta halında xaric oldu. Aralıq sahibi kiçik gölməçə ilbizi idi. Kiçik gölməçə ilbizinin bədəninə necə daxil oldu? Deməli, kirpikli sürfə daxil oldu və quyruqlu sürfə xaric oldu. Deməli, bu da qaraciyər sorusumuz. Lençəkli qurtlara qədər inşallah ki, öyrənəcəksiniz.